Əlimdə gördüyünüz bez gündəlik istifadə olunan bez növlərindən biridir. Bu bezləri qadınlar demək olar ki, hər gün istifadə eləyirlər. Bəs bu bezlərin sizin üçün təhlükəli olduğunu bilirsinizmi? Bu bezlər vasitəsilə əgər gündəlik istifadə edirsinizsə, təbii istixana effekti yarana bilər. Yəni bu zaman həmin nahiyədə qıcıqlanma və qaşınma hissi meydana gələ bilər. Bundan əlavə olaraq infeksiya riskinin artması müşahidə oluna bilər. Çünki uzun müddət bu qaldığı zaman orada toplanan mikroflorada dəyişkənlik meydana gələ bilər və qalxan yolla müəyyən cinsi infeksiyalar sizdə daha ciddi fəsadlar yarada bilər. Ümumiyyətlə, gündəlik bezlərin istifadə edilməsini mən tövsiyə etmirəm. Çünki gündəlik bezlərin istifadə etdiyiniz zaman bu sizdə həm infeksion xəstəliklərin riskini artırmış olur, həm iltihabi xəstəliklər, həm də allergik xəstəliklərin. Əgər vacibdirsə, siz gündəlik bezdən istifadə edə bilərsiniz. Amma daimi olaraq gündəlik bezlərin istifadəsini tövsiyə etmirəm.